Hər vaxtınız xeyirli olsun. Bu dəqiqələrdə Bakı Apellyasiya Məhkəməsində məhkəmə prosesi davam edir. Təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokurorlar çıxış edirlər. 2 aydır ki, bu məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsində keçirilir. Bu müddət ərzində təqsirləndirilən şəxslər və onların müdafiəçiləri çıxışlarını, icrasını yekunlaşdırıblar. Həm təqsirləndirilən şəxslər, həm də onların vəkilləri məhkəmədən 5 fevral 2026-cı il tarixli Bakı Hərbi Məhkəməsinin hökmünün ləğv olunmasını, əvəzində isə təqsirləndirilən şəxslərin barəsində bəraət qərarının qəbul olunmasını məhkəmədən xahiş ediblər. Zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varislərinin nümayəndələri isə məhkəmə prosesində çıxış etdikləri zaman həmin qərarın dəyişdirilməməsini, ədalətli qəbul olunduğunu məhkəməyə çatdıraraq və dəyişdirilməməsini məhkəmədən xahiş edirlər. Hazırda isə dövlət ittihamını müdafiə edən prokurorlar çıxış edirlər. Qeyd edək ki, təqsirləndirilən 15 nəfərdən 5 nəfəri sözü gedən Bakı Hərbi Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum olunub, digərləri isə 16 ildən 20 ilədək müddətdə azadlıqdan məhrum ediliblər. Məhkəmə prosesi bu dəqiqələrdə davam edir və biz xəbərlərin növbəti buraxılışında daha geniş materialımız olacaq ki, onda tamaşaçıların diqqətinə çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.